A və B qablarında qaz var və onlar şəkildəki gördüyü kimi rho sıxlıqlı mayeni tarazlaşdırırlar. A və B nöqtələrindəki təzyiqlər arasındakı hansı münasibət doğrudur? Aydındır ki, bu qablar o qədər böyük deyil. Yəni bu qazların təzyiqinin yüksəkliyə görə paylanmasını nəzərə almamaq olar. Ona görə də A və B qablarının istənilən nöqtəsində tərəfində təzyiqi biz bərabər qəbul edə bilərik. Və beləliklə də aydındır ki, B qabındakı qazın təzyiqi A qabındakı qazın təzyiqi arasındakı təzyiq fərqi hidrostatik təzyiq, yəni buradan göstərilmiş, bax buradakı bu hündürlüyün yaratdığı hidrostatik təzyiq, biz bunu belə götürə bilərik. Bu bir nöqtədə gəl H hündürlüyüdür. Bu H hündürlüyüdür bura qədər. Deməli, həmin H hündürlükdür mayenin hidrostatik, yəni Laplace təzyiqini tarazlaşdırmalıdır. Beləliklə biz yaza bilərdik. PB çıxaq PA bərabərdir ρGH. Aydındır ki, asanlıqla buradan PB-ni tapmaq olar. PB bərabərdir PA üstə gələk ρGH. Düzgün cavab C variantıdır.